Salam, hər vaxtınız xeyir əziz iştirakçılar. Mən Lalə Süleymanova. Bugünkü təlimin moderatoru olaraq hər birinizi səmimi qəlbdən salamlayıram. Bugün biz çox maraqlı və faydalı bir mövzu ətrafında bir araya gəlmişik. Alman dilinə ilk addım, sıfırdan başlayanlar üçün adlı təlimimizdə görüşürük. Bu təlimin əsas məqsədi Alman dilinə maraq göstərən, lakin haradan başlamalı olduğunu bilməyən iştirakçılara düzgün istiqamət vermək, gündəlik həyatda işlənən əsas ifadələri öyrətmək və dil öyrənmək motivasiyasını gücləndirməkdir. Bildiyimiz kimi dil öyrənmək sadəcə qaydalar və sözlərdən ibarət deyil. Bu həm də yeni bir dünyaya qapı açmaq, mədəniyyətlər arası körpü qurmaq və öz inkişaf yolumuzu daha geniş bir müstəviyə daşımaq deməkdir. Bugün bizimlə olan təlimçimiz Alman dili sayəsində peşəkar bilik və təcrübəyə malikdir və inanıram ki, bu görüş sizlər üçün həm maarifləndirici, həm də ruhlandırıcı olacaq. Elə isə çox vaxt itirmədən sözü təlimçimizə verərək və birlikdə Alman dilinin gözəlliklərini kəşf etməyə başlayaq. Hər kəsə salam. Ümid edirəm ki, burada olan hər kəs Alman dilinə marağı olan şəxslərdir və Alman dilinə başlamaq istəyən şəxslərimizdir. Sizin üçün kiçik bir burada təqdimat hazırlamışam. İstəyirəm ki, onunla bir yerdə davam edək. Deməli, Alman dilini öyrənmək təbii ki, Alman dili deyəndə ilk ağlımıza gələn çətin artikellərdən ibarət bir dil gəlir. İlk öncə onu deyim ki, təbii ki, hər bir dilin öz çətinliyi var. İngilis dilində, rus dilində, ispan dilində, təbii ki, Alman dilində var. Alman dilinə başlayanda ay sizi qorxudurlar ki, nə bilim çətin dildir, ehtiyac yoxdur o dilə, amma çox səhv düşünürlər. Çünki Alman dilinə artıq bir neçə ölkədə danışılan dildir və yəqin ki, gördüyünüz kimi də çox adam artıq Alman dilini öyrənib Almaniyada təhsil almağa və Almaniyada işləməyə gedir. Gəlin başlayaq. Deməli, ilk öncə, niyə Alman dili? Alman dili bugünkü gündə elmdə, texnologiyada, mədəniyyətdə, təhsildə çox böyük önəm daşıyır. Almaniyada təhsil almaq istəyən minlərlə şəxs var. Hətta mənim tələbələrim belə mənə müraciət eləyəndə və 8-ci sinif, hətta 7-ci sinif tələbələrim var ki, bəs mən gələcəkdə Almaniyada ali təhsil almaq istəyirəm. Bunun üçün təbii ki, B2, C1 səviyyə Alman dilində sizin sertifikatınız olmalı və dil biliyiniz olmalıdır. Hansı ki, beynəlxalq səviyyədə bu sertifikat olmalıdır. Təbii ki, ingilis dilindən də gedə bilərsiniz, amma yenə də Almaniya elə bir ölkədir ki, adi mənim orada tələbəm yaşayan deyir ki, bəs gedirəm banka, bankda bilirəm ki, onlar ingilis dilində bilir, amma məndən tələb eləyirlər ki, mən Alman dilində danışım. Ona görə əgər gələcəkdə Almaniyaya getmək kimi bir planınız varsa, mütləq Alman diliniz olmalıdır. Alman dilinin xüsusiyyətləri. Alman dilinin xüsusiyyətləri nədən ibarətdir? Deməli, Alman dilində isimlər fərqi yoxdur. Ortada, sonda və yaxud əvvəldə gəlir. Hər bir isim böyük hərflə yazılır. Və böyük hərflə yazıldığı kimi artikel ilə bir yerdə işlənir. 3 cür artikelimiz var Alman dilində. Der, die, das. Der kişi cinsi, die qadın cinsi, das isə orta cins. Təbii ki, başlayanda onlardan başlayacaqsınız, amma 1-2 dərs sonra mən sizə məsləhət görərdim ki, necə bu artikelləri yadımızda saxlayaq. Adi sözlər də öyrənirsiniz. Məsələn, mətn oxuyursunuz Alman dilində. O sözləri artikellə bir yerdə öyrənəsiniz. O zaman həm söz yadda qalacaq, həm də artikel yadda qalacaq. Və çətinliyiniz olmayacaq. Çünki artıq hallanmaya keçəndə bütün qaydalar artikla bağlıdır. Təsəvvür edin, bir sifət düşünün. Sifət belə hallanır, amma artikel ilə hallanır. Ona görə artikel önəmlidir. İkinci qaydamız cümlədə feilin yeri dəqiq olmalıdır. Alman dilində belə bir qayda var ki, nəqli cümlədə feil həmişə ikinci yerdə olur. Birinci yerdə bizim mübtədamız da gələ bilər, zamanımız da gələ bilər, tərz-i hərəkət də gələ bilər, fərqi yoxdur. Amma ikinci yerdə həmişə xəbər olmalıdır nəqli cümlədə. Məsələn, adi bir misal deyim. Məsələn, deyirəm ki, mən bugün evə gedirəm. Ich gehe heute nach Hause. Ich gehe heute nach Hause. Gehen feili getmək, ich mən, heute bugün, nach Hause da evə.
Gəlin burada bir struktur dəyişikliyi eləyək. Gəlin bugün sözünü birinci yerə ataq. Heute gehe ich nach Hause. Gördünüz? Heute birinci yerə gəldi, amma gehe'nin feili yəni getmək feilinin yeri dəyişmədi. Yəni feil ikinci yerdə gəldi. Mübtədamız isə feildən sonra gəldi. Yəni mübtədamız həm feildən əvvəldə gələ bilər birinci sırada və yaxud da mübtəda feildən sonra da gələ bilər. Amma əsas bunu heç vaxt yaddan çıxartmayın. Feilin yeri həmişə ikincidir. Nəqli cümlədə. Sual cümləsində isə, gəlin sual cümləsinə bir misal deyək. Sən gəlirsən, sən gəlirsən, gəlmək common feilidir, sən isə dudur. Məsələn, burada görürük ki, adi sual əvəzliyimiz yoxdur. 2 sözdən ibarətdir. Sual verəndə sual əvəzlikləri. Sual əvəzlikləri nədir? Adi qrammatikadan xəbəri olmayan adamlar üçün belə izah edirəm bunu. Məsələn, nə vaxt, kim. Bax, bunlar bizim sual əvəzliklərimizdir. Bunlar yoxdursa cümlədə, o zaman feil qabağa keçidir. Məsələn, kommst du, gəlirsən, kommst du, gördünüz, birinci yerə keçdi. İndi deyək ki, sən nə vaxt gəlirsən? Nə vaxt alman dilində wandır. Artıq birinci yerdə bizim sual əvəzliyimiz gələcək. Wann kommst du? Gördünüz, common feili ikinci yerdə gəldi. Ondan sonra mübtəda, amma ən birinci yerdə nə gəldi? Sual əvəzliyimiz gəldi. Gəlin bir də üstündən keçək. Nəqli cümlədə feilin yeri həmişə ikincidir. Əgər sual əvəzliklərimiz varsa, sual əvəzliklərimiz nə idi? Nə vaxt, kim, harada, hara, bunlar varsa birinci sual əvəzliyi, ikinci feil, sonra mübtədamız gəlir. Yox, əgər sual əvəzliyimiz yoxdursa, adi gəlirsən, gedirsən, yeyirsən, bunlar varsa, o zaman birinci yerdə feilimiz gəlir. Ondan sonra isə mübtədamız gələ bilər. Ümid edirəm ki, aydın şəkildə izah etmişəm. Qrammatika sistemli və gözlənilən şəkildə olmalıdır. Təbii ki, çox adam deyir ki, dil öyrənəndə ay qrammatika lazım deyil, mənə qrammatikasız dil öyrədin, nə bilim nə və s. və s. İlk öncə onu deyim ki, qrammatikasız dil öyrənmək mümkün deyil. Necə öyrənə bilərsiniz? Təbii ki, mümkündür. Sadəcə əzbərçilik şəklində. Məsələn, sizə lazımdır, hansısa Avropa bir ölkəsinə gedirsiniz və sizə təcili xarici dil lazımdır. O dili məsələn, restoranda nəsə sifariş etmək üçün o dialoqu öyrənə bilərsiniz və yaxud salamlaşmaq. O sizin lazımdır, hə, öyrənə bilərsiniz. Amma ki, əgər həqiqətən bir dili öyrənmək istəyirsiniz, onun qrammatikasını da öyrənmək lazımdır. Bizim dilimizin öz qrammatikası belə çətindir, belə baxanda. Yəni, ingilislər bizim dillə danışanda çətin danışırlar. Çünki bizim dilin öz qrammatikası da çətindir. Ona görə qrammatika öyrənmək asandır. İndi sizə deyəcəm necə öyrənmək lazımdır təbii ki, qrammatika. Oturub bütün gün qrammatika işləmirsiniz təbii ki. Çox adam bunda da səhv eləyir. Yəni, oturur ancaq qrammatika kitablarını qoyacaq qabağına, ancaq qrammatik tapşırıqlar, boşluqlar dolduracaq. Bunu da eləmirsiniz. Bunun da heç bir faydası yoxdur. Mən deyərdim ki, sizə qrammatik tapşırığı öyrənəndən sonra, əgər özünüz evdə tək hazırlaşırsınızsa, cümlələr yazın. Məsələn, adi süni intellekt bugünkü dövrdə çox məşhurdur. Yazırsınız ChatGPT-yə. Məsələn, mən bu qaydanı öyrənmişəm. İndi mənə Azərbaycan dilində buna aid cümlələr ver. O cümlələri artıq siz alman dilinə translate eləyirsiniz. Amma ki, ay da səhv elədim, çox səhv eləyirəm deyib heç vaxt vaz keçirmirsiniz. Onsuz o cümlələr zamanla yerinə oturacaq. Əsas qrammatikanı öyrənib onu cümlələrdə tətbiq etməkdir. Oturub boş-boş qrammatik tapşırıqları doldurmaq deyil. Bunu nəzərə alsaz yaxşı olar. Çünki qrammatikanın üzərində dursaz ancaq heç bir şey öyrənə bilmərsiniz. Qrammatikasız da dil öyrənə bilmərsiniz. Yəni, 50-yə 50 eləməlisiniz. Okay. Keçək digərinə. Aha, gündəlik cümlələrlə başlamaq. Adi yeni bir dil öyrənəndə heç vaxt çətinə qaçmayın. Heç vaxt qrammatikadan başlayın. Qrammatikadan nə zaman başlaya bilərsiniz? Mən, sən, məsələn, şəxs əvəzlikləri, feillər, şəxs əvəzlik feilə görə dəyişməsinə, bir də cümlə quruluşu. Əsas bunları öyrənirsiniz. Sonra zaman keçdikcə digər qrammatikalar da yerinə oturacaq. Məsələn, adi bir cümlə deyək alman dilində. Mən qəhvə içirəm. Mən işdir, iş. Bu arada işdir. Cıxı birləşməsi alman dilində x səsini verir. Bəzi yerlərdə iş deyilir, ş, iş. Təbii ki, demirəm bu yanlışdır. Almaniyanın biraz aksentində oynaqlıq var.
var deyim. Bəzi Avstriyada fərqlidir, İsveçrədə fərqlidir ləhcələri, Almaniyanın özündə bölgələrində fərqlidir. Yəni Alman dilində ay aksentim bərbaddır deyə düşünüb hər şeydən vaz keçməyin də. Zamanla oturan bir şeydir. Videolara baxsaz, Alman dilində o aksent yerinə oturacaq. Amma yəni çox bərbad aksentlə də danışmayaq. Bunu yenə deyirəm, bunu da ortada saxlayaq. İş, içmək, trinken, bunu R dedim. Məsələn, elə insanlar olur ki, R hərfini deyə bilmir. R da desəz bir problem yoxdur. Zaten almanlar sizi başa düşəcək. Ich trinke Kaffee. Ich trinke Kaffee. Mən qəhvə içirəm. Gördünüz? İş, mən, içmək feili ikinci yerdə gəldi. Kofe də ondan sonra gəldi. Təbii ki, bu adi lazım olan bir cümlədir. Mən alman dilini öyrənirəm. İş mən, öyrənmək lernendir. İş lerne Deutsch. Ən çox istifadə olunan cümlələrdən biridir. Məsələn, mən Azərbaycandan gəlmişəm. Bu da ilk başlasanız bu cümlələrlə tanış olacaqsınız. Mən iş, gəlmək komme, Azərbaycandan aus Azərbaycan. Bir də orada R hərfini gördüm. İstədim o mövzuya da toxunum. R hərfi hər yerdə R kimi səslənmir bu arada. Çox müəllim, çox adam deyir ki, ay hər yerdə R de. Xeyr, o yanlış bir şeydir. R hərfinin işlənmə yerləri fərqlidir. Məsələn, sonda gəlsə A-ya çevrilir. Məsələn, Mutter yazılır. Bəlkə bilərsiniz, alman dilinə məşğul olun. Mutter yazılan muta ana demək. R birləşməsi sonda A səsini verir. Məsələn, indi deyəcəksiniz, biz hardan bilək bu harda Z oxunur, harda A oxunur? Əgər bunu yadınızda saxlayın. R hərfi heca yaradırsa, yəni sahibdən əvvəl gəlibsə, o R kimi səslənir. Görürsünüz, burada sahibdən əvvəl səs gəlib. Ona görə trinke deyirik. İndi lerneyə baxaq. Görürsünüz, lerne deyiləm. Lerne oxunmalı. Lerne. Görürsünüz, orada R A-ya çevrildi. Lerne. Lerne. Ich lerne Deutsch. Yəni, A-nı çox belə vurğulayaraq deyil də yumşaq səslə. Yəni, R ortada yox olur. Nəyə görə? Çünki R-dan sonra samit gəlir. Əgər R-dan sonra sait gəlirsə, orada G kimi deyə bilərik. Yox, ondan sonra samit gəlibsə, biz orada G deyə bilmərik. Ya lerne deyin R kimi, ya da ortada yox eləyin oranı. Qrammatikanı real həyatda işlətməklə öyrənməyin müasirliyi artır. Bəli, bayaq dediyim məsələ, tələbələrim də qeyd edirəm hətta qrammatikanı və onlar da deyirəm ki, 10 dənə, 15 dənə cümlə yazıb gəlin mənə. Adi qrammatik tapşırıq keçmişik. Tutaq ki, deyim ki, sual əvəzliklərini keçmiş və yaxud əmr cümləsini keçmiş. Deyirəm ki, mənə 10 dənə alman dilində əmr cümləsi gətirir. Bir də onlara tapşırıram ki, heç vaxt gedib mürəkkəb cümlə yazıb, deyim dolaşıq cümlələr yazıb gətirməyin. Çünki dolaşıq cümlələr sizin öyrənməyinizə də mane olur. Sizin vaz keçə biləcək ehtimalınızı da artırır ki, ay mən bunu qura bilmirəm. Ona görə ən sadə cümlələrlə başlayın. Sadə cümlələr bir də görəcəksiniz ki, bağlayıcılarla və ilə bağlayacaq, amma bağlayacaq, çünki bağlayıcılarla bağlanacaq və böyük bir cümlə yaranacaq. Ona görə nə qədər sadə cümlələrlə başlasaz, o da o qədər də yaxşıdır. Gəldik ən əsas məsələmizə. Bir dili öyrənəndə təbii ki, 4 dənə əsas bacarıq mütləqdir və bu bacarıqları eyni yerinə yetirmək lazımdır. Yəni, ay bunu bir eləyim, bunu eləməyim, heç bir nəticə görməyəcəksiniz yenə. Dinləmə. Alman dilində dinləmə hörendir. Hören. Gördünüz, nəyə görə R dedim? Çünki R-da saitdən əvvəl işlənib. Hören. İkinci, lesen, oxuma. 4, schreiben, yazma. Yenə R kimi deyildi, çünki saitdən əvvəl işlənib. Sprechen, danışma. Yenə R hərfi R kimi səsləndi, çünki saitdən əvvəl işlənib. Hören eşitməkdir. Təbii ki, deyirsiniz ki, ancaq söz əzbərləyim, cümlə qurum, eşitməyə, duymağa ehtiyacım yoxdur. Bu yanlış bir şeydir. Mənə bir dənə tələbə gəlmişdi ki, müəllimə, mən belə oxuyuram, müəlliməmiz belə öyrədib. Amma mən bunu dinləyəndə, o sözü bilsəm də, yəni bilməmiş kimi oluram. Çünki başa düşmürəm o sözü. Almanlar biraz tez danışır. Yəni, ümid edirəm ki, ingilislər, biz də məsələn tez danışırıq öz dilimizdə. Hər kəs öz ana dilində tez danışır.
Təbii ki. Amma, məsələn, Almaniyaya getsəz, almanlarla yavaş danışsaz, təbii ki, onlar sizi başa düşəcək və hətta öz tempindən danışacaqlar sizlə, təkrarlayacaqlar. Alman mahnılarına, videolarına və seriallarına. Təbii ki, A1 olub gedib B1, B2 seriallarına ya da mahnılarına, təbii ki, mahnılarına qulaq asa bilərsiniz. O beyinə gedir deyə avtomatik. Beyinə getdiyinə görə də istər-istəməz siz o ağzınızdan çıxacaq okeanı bir də görəcəksiniz o mahnını əzbərləmisiniz. Videoları və seriallar. Aha, bu önəmlidir burada artıq səviyyə. Düşünürəm ki, yenə də başlanğıcda da olsa, qısa-qısa videolara baxın. Məsələn, öyrənmisiniz tanışlıq mövzusunu, açın YouTube-a, Almanca tanışlıq mövzusu sich vorstellendir. Sich vorstellen A1, A1 yazsaz, elə qabağınıza en sayda video çıxacaq. Onun birinə tıklasaz, baxacaqsınız. Baxanda siz də shadowing metodu var. Yəqin ki, çox adam burada bilir. O metodu eləsəz, həm sizin aksentiniz düzələcək, həm orada cümlə quruluşunu öyrənəcəksiniz, həm də artıq dinləmə qabiliyyətiniz düzələcək. A2 səviyyəsinə çatdıqda isə, məsləhət görərdim ki, German storylər var, alman hekayələri və yaxud Easy German və birazdan gələcəm həmin kanallara və vəsaitlərə, onlara baxasınız. Lesen oxuma. Təbii ki, bu da önəmlidir. Mənim ən çətinlik çəkdiyim mövzulardan biri də sözlər idi. Desəz və sözləri necə öyrənirəm? Mən oxumaqla. Yəni mən oxumasam o sözlər mənim yadımda qalmaz. A2 kitabı qoyurdum qabağıma, təbii ki, A1-i təzə qurtarmışdım. A1-i təzə qurtarmışdım, amma nəzərə yetirərsiniz ki, bəzi vəsaitlərdə A1 yazılsa da A2-nin qrammatikası istifadə olunacaq. Bunu özünüzü məcbur eləyin, tərcümə eləyin, oxuyun, işləyin. Bir də görəcəksiniz, artıq A2-yə keçmisiniz və A2-nin bir neçə sözünü bilirsiniz. Oxuma həm sizin söz bazanızı artıracaq, həm sözləri əzbərləməmiş olacaqsınız. Yenə deyirəm, yenə də cümlə quruluşunu öyrənəcəksiniz. Sadə mətnlər, menyular, reklamları oxuyun. Kiçik addımlarla başlayın. Məsələn, öyrənmisiniz ailə mövzusu haqqında 2-3 dənə söz öyrənmisiniz də. Açırsınız ailə mövzusu, yenə yazırsınız. Pinterest məsələn sizə məsləhət görə bilərəm. Telegramda eyni sayda kanallar var, hansı ki, deməli, hekayələrlə doludur, videolarla doludur. Yəni bu sosial mediaları çalışın fəal şəkildə istifadə edin, sizə yararlı bir şəkildə istifadə edin. Sonra schreiben yazmaq. Yazmaq nəyə görə önəmlidir? Çünki günlərində bir qısa cümlə yazın. Günlərində bir qısa cümlə yazın. Məsələn, bu gün neynəmişdiniz? Tutaq ki, bu gün getmisiniz kafeyə. Və birdən ağlınıza gəlir ki, məsələn, o məndə çox olurdu, indi də olur hətta. Bunu almanca necə deyə bilərəm? Gedirsən onu evdə yazırsan və yaxud açırsan telefonunu, o cümləni yazırsan, təzədən gəlirsən evə o cümləni yazırsan. Adi özünüzü təqdim eləməkdir, ailə mövzusudur və yaxud gündəlik rutinini keçmisiniz. Təbii ki, bunları sıra-sıra eləyirsiniz də. Birinci özünü təqdim etmə, ailə, mənzil və sairə və sairə mövzular gəlir. Mövzu öyrənsəz, əgər özünüz evdə öyrənirsinizsə, o zaman daha yaxşı olar və dili daha yaxşı mənimsəyərsiniz. Öyrəndiyiniz mövzu haqqında oxuduğunuz bir mətni tekstdə oxudunuz. Əla. O teksti oxuyandan sonra çevirin o teksti özünüz haqqında yazın. O cümlələrdən istifadə eləyərək. Tutaq ki, orada deyir ki, mənim adım tutaq ki, Muraddır, bu qədər yaşım var, məktəbə gedirəm, hobbilərim bunlardır, ailəmlə bu qədər vaxt keçirirəm. Siz də onun tərsinə öz cümlələrinizi çevirib yazın. Məsələn, indi deyirsiniz ki, orada deyirsən mənim adım Muraddır, burada deyirsiniz ki, mənim adım filandır, bu qədər yaşım var, hobbilərim bunlardır. Bunları yaza-yaza və yazdıqdan sonra da danışırsınız, öyrənib danışırsınız. Bu da sizin danışığınıza təsir göstərəcək. Sprechen danışmadır. Təbii ki, ən önəmli bacarıqlarımızdan biridir və hamının da istədiyi bacarıqlardan biri. Baxın, danışanda qrammatik səhvləriniz ola bilər. Cümlə quruluşunda səhvləriniz ola bilər. Amma bu zamanla keçən bir şeydir. Adi öz dilimizdə danışanda belə mən düşünürəm ki, hər kəs qrammatik cəhətdən mükəmməl danışmır. Amma
Məsələn, yüksək yerlərdə, akademik yerlərdə təbii ki, qrammatikaya fikir vermək lazımdır. Ora rəsmi yerlərdir. Amma belə gündəlik danışıq dilində heç kəs düşünürəm ki, ay, bu yerdə xəbəri səhv qoydum, bu yerdə mübtədanı düz qoymadım, tamamlığı düz gətirmədim. Elə heç ona fikir verən də yoxdur. Ona görə gündəlik danışacaqsınız. Düşünürəm ki, akademik danışmayacaqsınız. Əgər akademik danışacaqsınızsa, təbii ki, buna biraz diqqət yetirmək lazımdır. Gündəlik danışacağınız bir dildə hər şeydə də qrammatikanı düşünüb səhv eləmək olmaz. Amma onu da deyim, təbii ki, feilin yerini əsas səhv eləməyin. Zamanın da səhv qoya bilərsiniz, yeri də səhv qoya bilərsiniz, amma əsas feilin yerinə səhv qoymayın ki, qarmaqarışıqlı olmasın cümlə. Almanların özü də belə, məsələn, artikelləri özləri belə qarışdırır. Hər ismin artiklını özləri belə bilmir. Yəni siz özünüzdə mükəmməliyyətçilik gözləməyin. Sadəcə öyrənin. Bir dili öyrənməyə çalışın. Ora getdiniz, səhv elədiniz, zaten onlar sizi başa düşəcək. Nə demək istədiyinizi başa düşəcək. Mənim, məsələn, elə tələbələrim var idi ki, deyirəm, dil bilirsiniz? Deyir ki, yox. Deyirəm, bəs necə özünüzü orada idarə eləyirsiniz? Deyirik ki, heç də belə danışırıq, onlar bizi başa düşürlər də. Amma bir də baxıram ki, danışıram, amma o qədər qrammatik səhvlər var ki, təsəvvür edin, dilin belə yeri düz deyil. Elə oradan buradan. Amma almanlar onları başa düşür. Təbii ki, siz bunu eləməyin amma. Az da qrammatik səhv də olsa, bir damcı qrammatikanızı düzəldin. Sıfırdan başlamaq. Deməli, birinci neyniyəcəksiniz? Səslərlə tanış olursunuz. Alman dilində səslərlə tanış olursunuz. Alman dilində hərflər olduğu kimi oxunur. Bəzilərini nəzərinizə yetirdim. Məsələn, R kimi, bəzi yerlər A kimi, C, H birləşməsi X kimi, S, C, H birləşməsi Ş kimi, 4 hərf birləşməsi D, S, C, H, S hərfinin səsini verir. Məsələn, Deutsch. Gördünüz? Deutsch. EU oy səsini verir. Yəni bu səsləri sadəcə əzbərləmək lazımdır. Əzbərləmək deyəndə təbii ki, onun çoxlu oxu lazımdır. Oxumasaz səslərin heç biri yerinə oturan deyil. Bir dili öyrənənə çoxlu oxu lazımdır. Əsas ifadələri öyrənmək. Salamlaşma, sağollaşma, təşəkkür etmə, bu ifadələri öyrənmək mütləqdir. Kiçik söhbətlər aparmaq. Hello Talk, sonra Duolingo var. Bir çox deməli tətbiqlər var ki, o kanallardan istifadə edərək Hello Talk daha yaxşıdır. Orada məsələn real insanlarla danışırsınız. Hətta almanların özləri belə var orada. Hansısa bir dili, olsa İspan dili, İtalyan dili, öyrənəcəyiniz dili seçirsiniz. O dilə millətinə, o dilin milləti avtomatik olaraq qabağınıza çıxır. Hətta azərbaycanlılar belə qabağınıza çıxar. Yəni canlı insanlarla danışmaq daha yaxşıdır. Hətta ChatGPT belə. ChatGPT ilə çox adam oturub dərdləşir. Oturun öyrəndiyiniz dildə dərdləşin. Bir də görəcəksiniz orada ChatGPT sizin səhvlərinizi düzəldib. Burada bax bu səhv elədim, burada bu səhv elədim, bu qrammatik səhv elədim. Bir də görürsüz o dili öyrənmisiniz. Artıq A1 də olsa danışırsınız əməlli. Getdiyə. Yəni ona görə danışmaqdan heç vaxt çəkinməyin. Öyrənmə vəsaitləri və strategiya. Öyrənmə vəsaitləri burada yazmışam. Deməli, Begegnungen var. Bütün müəllimlərin işlətdiyi, hər kəsin işlətdiyi o məşhur kitab. Amma mən bu kitabı işlədirdim. Düzdür, hələ də bəzi tələbələrimi işlədirəm. Biraz sevmirəm. Nəyə görə sevmirəm? Mənə görə sıxıcı gəlir. Mən akademik mətnləri çox heç sevmirəm oxumağı. Belə olsun hekayələr, maraqlı şeylər oxuyaram. Amma akademik şeyləri sevmirəm. Begegnungenda biraz əgər sertifikasiyaya, beynəlxalq imtahanlara hazırlaşırsınızsa, yaxşı kitabdır. Yox, əgər gündəlik danışıq lazımdırsa, belə yox, mən gündəlik öyrənim də bəsimdir. O dili öyrənim bəsimdir. Onda Netzwerk mənim də hal-hazırda işlətdiyim o kitab əladır. Təbii ki, Netzwerk'in içərisində Goethe, sonra TELK imtahanlarına hazırlaşanlar üçün 1, 2, 3 bölmədən sonra, hər 3 bölmədən sonra, məsələn A1-dədir, onun strukturuna aid imtahan verib. Yəni
Bu Netflix kitabını mən təzə baxmışam və belə bir kitab olduğunu bilmirdim. Belki onu hamı istifadə edir deyə mən də ilk başlayanda ondan başlamışdım. Yəni Netflix kitabını alsaz daha yaxşıdır, daha effektiv bir nəticə görərsiniz. Digital təhsil, yəni Duolingo çox yaxşıdır. Duolingo biraz mən də istifadə eləmişəm. Duolingoda biraz hər şey təkrarlayır, amma yeni başlayanlar üçün əladır. Orada yenə qrammatika yoxdur, sadəcə spontan bir şəkildə öyrədir. Deutsche Welle. Deutsche Welle Almaniyanın ən məşhur saytlarından biridir. Gəldiyi səviyyəniz B1-dir, artıq B2-dir. Əslində A1 yox, A2 olacaq. Amma lap səviyyəniz B1, B2-dirsə deyirsiniz yox, müəllimə, mən akademik mətnlər oxumağı istəyirəm. Hardan oxuya bilərəm? Məqalələr. Deutsche Welle. Deutsche Welle Almaniyanın ən məşhur saytlarından biridir. Bunun YouTube kanalı da var. Orada girib deməli xəbərlərə baxa bilərsiniz. Google-da saytına girib məqalələr oxuya bilərsiniz. Aktiv xəbərlərdən məlumat verir. Sonra Anki. Anki, bir də Quizlet var. Bu deməli tətbiqlərdir. Söz əzbərləmək qabiliyyətiniz yoxdursa, sözlər yadınızda qalmırsa, yenə mən dediyim metodika ilə eləyirsiniz, oxuyursunuz, amma yenə də oxumaqla da yadınızda qalmırsa, bu sizin üçün əla bir metoddur. Deməli, nə edirsiniz? Tutaq ki, bir mətn oxudunuz, o mətnin sözlərini çıxartdınız. Mətnin sözlərini çıxardandan sonra açırsınız bu Anki dediyim tətbiqi və yaxud Quizlet, o da eyni bir tətbiqdir. Kartışkalar olur. Bu kartışkalara yazırsınız. Tətbiqdə kartışkalar. Nə qədər istəsəz yaza bilirsiniz yəni. Tutaq ki, 10 dənə söz yazmışsınız, 10 dənə sözü oraya yazırsınız. Yazandan sonra kayd eləyirsiniz və internetsizdir. Metrodasınız, avtobusdasınız, yoldasınız və ya bu boşluqdur, dərsdə oturmusunuz, müəllimə dərs keçmir universitetdə falan. Oturursunuz, açırsınız telefonu, o oyunu oynayırsınız. Normalda oyun oynamırsınız oturub hər yerdə. O üçün o oyunu oynayın. Söz oyunudur. Hə, öz dilimizdə yazmısınız. Öz dilinizdə təbii ki, alman dilində bir də öz dilimizdə yazırıq. Uyğunlaşdırmadır. Bir də gördünüz o sözü əzbərə bilirsiniz. Avtomatik, hə, tutaq ki, kitab sözü, bunu mənim yadımda qaldı, bux. O söz deməsəz belə, orada göz yaddaşından oynayırsınız deyə o söz bu beyinə girir. Ona görə söz əzbərləyə bilməyənlər üçün bu metodikada yaxşıdır. Ən effektiv strategiya. Gündəlik 20 dəqiqə dinləmək, 10 dəqiqə oxumaq, 10 dəqiqə yazmaq, 10 dəqiqə danışmaq. Yəni bir gündə, yox, əgər bir gündə baxın 10, 10, 10. Nə qədər də 30, yarım saat belə 30, 20, 50 dəqiqə. Yəni 1 saat. Gündə 1 saat bir dilə xərcləsəz, o dildə danışacaqsınız. Həqiqətən deyirəm. Amma balanslı şəkildə, yəni dinləməni də eləmək lazımdır, yazını da eləmək lazımdır, danışığı da eləmək lazımdır. Belə. Məsələn, bir tema öyrənirsiniz, tutaq ki, deyək, yemək mövzusu, yemək mövzusuna aid bir tekst oxuyursunuz, bu tekstin sözlərini çıxardırsınız, yazı yazırsınız, sonra o yazdığınız özünüz haqqında da yazdığınız yazını danışırsınız və yaxud dediyim kimi həmin mövzuya aid, yemək içmək mövzuya aid yazırsınız essen, amma almanca yazın da, yəni öyrəndiyiniz mövzunun adını almanca yazın, Azərbaycanca yazın, almanca yazanda çoxlu video çıxır. Essen und trinken, yəni yemək və içmək gələcək sizə çoxlu sayda video. Sizin səviyyənizə uyğun gələcək. A1 də yazın yanına gələcək. Hətta ingilis dilində alt yazılı olan videolar da var. Məsələn, Easy German bəlkə məşğul olanlar var alman dilində, onlar biləcək. Amma onun səviyyəsi biraz yuxarıdır. Yəni əgər A1-i bitirib A2-nin ortalarındasınızsa başlaya bilərsiniz də. Amma oradakı hər sözü başa düşməyəcəksiniz. Çünki o qarışıqdır biraz. A2, B1 səviyyələrindəki sözlərdən də istifadə. Amma B1 yox, maksimum A2 istifadə eləyəcək. Oradakı hər sözdə başa düşməyə çalışmayın. Bu mövzuya da toxunum. Dinləmə edərkən, videoya baxarkən hər sözü də başa düşməyə çalışmayın. Əgər siz hər sözü başa düşməyə çalışsaz, o video gedəcək və siz də videonun temasında olacaqsınız. Ya belə eləyin. Birinci videoya baxırsınız, ümumən mövzunu tutdunuz.
Sonra öz-özünüzə danışırsınız ki, öz Azərbaycan dilimizdə danışdınız, sonra videonu təzədən geriyə sarırıq. Artıq saksa baxırıq. Cümlələr gəldikcə, aha, mən bu sözü bilmirəm. Yazırsınız o sözü. Sonra baxarsınız tərcüməsinə. Videonun sonuna qədər bilmədiyiniz sözləri qeyd edirsiniz, köçürürsünüz bir lüğətə və yaxud lüğəti köçürəndən sonra öz ana dilimizdə yazdırıq qarşılığını. Həmin dediyim tətbiqə Anki, Quizlet bura daxil edirsiniz və oynayırsınız. İnanın, hər yerdə bir boş, insanın təbii ki, boş vaxtı olur. 5 dəqiqə, 2 dəqiqə olsa bir insanın boş vaxtı olur da. Metroda neynirsiniz ki? Metroda heç təbii ki, basıb da. Amma o hamı görürəm ki, əlində telefon var. Musiqiyə qulaq asır. Musiqiyə qulaq asasa da oyunu oynaya bilərsiniz. Çünki göz yaddaşından o bu beynə yeriyəcək. Beyniniz nə qədər də musiqiyə qulaq assa, gözünüz orada olacaq deyə o söz siz görsəniz tanıyacaqsınız. A, mən bu sözü bilirəm. Budur. Ona görə bu metodu da sınamağa dəyər. Motivasiya və davamlılıq. Deməli, dil öyrənmək uzunmüddətli bir prosesdir. Bəzən yoruluruq, bəzən sıxılırıq, amma heç vaxt motivasiyadan düşmürük. Motivasiya sənin mühərrikindir. Özünə sual ver ki, niyə bu dili öyrənirəm? Nəyə görə öyrənirəm? Təhsilimi almaq istəyirəm, orada işləməkmi istəyirəm? Yoxsa bu dili çətindir deyirlər, mən fikirləşmişəm ki, yox, mən bu dili öyrənəcəm, çətin də olsa. Gələcəyiniz üçün bir addım atırsınız və yaxud beynəlxalq bir işə girmək istəyirsiniz, Almaniyada karyera qurmaq istəyirsiniz, amma alman dilini mütləq öyrənməlisiniz. Əgər Almaniya ilə bağlı bir planınız varsa. Bura baxmayın, burada təbii ki, biz biraz məsələn danışırlar rus dilində, biz də avtomatik olaraq rus dilində danışırıq, amma almanlar elə deyil. Yəni məsələn banka getsəz, siz rus dilində danışsınız, onlar sizə rus dilində deyəcək, danışacaq bizimkilər. Amma almanlar elə deyil. Almanlar bəzi sahələrdə qətiyyən heç bir dili qəbul etmirlər. Onlar öz dillərini istəyirlər. Məsələn, siz ingilis, nə olsun ingilis dili beynəlxalq bir dildir. Amma elə bir ölçü var ki, dayan, sən harda mənim öz dilimlə danışmırsan, gəlib mənə ingilis dilində danışırsan, olmaz. Ona görə də nə qədər ingilis dili bilsəz də, rus dili bilsəz də, hansı dilləri bilin, Almaniyaya gedəcəksə ən azı heç olmasa A1 səviyyəsində bu dili bilin. Bu sizə lazım olacaq. Alman dili həqiqətən lazım olacaq. Yəni sizə desələr ki, Alman dilini neynirsən, nə öyrənib? Elə düşünməyin. Çünki indiki dövrdə hal-hazırda tələbat çoxdur və gələcəkdə mən düşünürəm ki, düz məktəblərin çoxunda Alman dili tədris olunur. Universitetlərdə də olunur. Amma məktəblərdə daha da artacaq. Əvvəllər 2010, 11, 14 Alman dili məktəblərdə tədris olunurdu. Hətta Alman dili ixtisaslarını ancaq o dildə imtahan verənləri qəbul edirdilər. İndi ingilis dilində imtahan verənləri də qəbul edirlər o ixtisasa. Ona görə biraz universitetlərdə də yola verirlər. Kursa gedin. Həqiqətən ya özünüz öyrənin, ya kursa gedin. Çünki universitetdə öyrənim, ay o dili mənimsəyəcəm. Düşünürəm ki, insanın özündən asılıdır. Yenə deyirəm, insanın özündən asılıdır. Ya özünüz çalışın, ciddi üzərində durun ki, mən bu dili öyrənəcəm, ya da kursa gedin. Ona görə istəyinizdən vaz keçməyin. Özünüzə hədəflər qoyun. Kiçik də olsa hədəflər qoyun ki, mən nəyə görə bu dili öyrənirəm. Praktik söhbətlər ilk addım. Yenə bayaq dediyim kimi, süni intellekt ChatGPT var. Onunla söhbət aparın. Məsələn, deyək, wie heißt du? Wie heißt du nədir? Adın nədir? Ich heiße Fidan. Mənim adım Fidandır. Woher kommst du? Hardan gəlirsən? Haralsan? Ich komme aus Aserbaidschan. Mən Azərbaycandan gəlirəm. Wie geht's dir? Aha. Wie geht es dir? Baxın, dir oxunmuruq. Bir qətiyyən oxunmuruq. Dir oxunmaz. Dia. R sonda A səsini verək. Baxın, dia. Wie geht es dir? Sən necəsən? Necə gedir işlər?
Mir geht es gut. Mənə yaxşı. Mənə yaxşı, yəni yaxşıyam. Hərfi mən də tərcümə eləmişəm ki, indi sizə izah eləyəcəm. Yaxşıyam, təşəkkürlər, danke. Baxın, mir oxunmur. Əgər mir oxusaz, inanın ki, o dinləməyə, alman dilini dinləməyə qulaq asız, mən heç nə başa düşmürəm deyib vaz keçəcəksiniz. Mia. Yəni aksent deyəndə hər şeydə olduğu kimi oxumuruq da. Bəzi məqamlara diqqət eləmək lazımdır. Dia, mia. Təəssüf ki, çox universitetlərdə, çox yerlərdə bunu dir, mir, nə bilim, deyə bir şey də yoxdur. Yəni adı. Onu qulaq assaz eşidəcəksiniz. Elə bir şey yoxdur. Dia, mia. Ən asan şeyləri heç olmasa aksentindən bilin ki, siz bir şeyi dinləyəndə, adi sertifikat imtahanına hazırlaşacaqsınızsa alman dilində, onu dinləyəndə, hə, burada o dedi, mən dedi, mənə dedi. Bunu biləsiniz. Alman dilində bu səndir. Dia isə sənədir. Yəni biraz hərfi tərcümə olunmur necəsən sözündə. Wie geht es dir? Geht es-də işlər necədir mənasında gedir. Geht es feilimiz, geht. Wie geht es dir? Necəsən? Mir geht es gut? Yəni məndə yaxşı gedir. Mənə yaxşı gedir. Yəni yaxşıyam mənasında. Hərfi tərcümə olunmur, yenə dediyim kimi. Bu cür sadə cümlələr qurmaqla gündəlik həyatda çox işinizə yarayacaq. Onları təkrar-təkrar deyirsiniz, qeyd eləyirsiniz, daimi praktika eləyirsiniz. Yenə deyirəm, demirəm hər gün 1 saat məşğul olun. Yəni hər gün elə adamda bəlkə disiplinli olacaq, hər gün də 1 saat da olsa məşğul olacaq. Onu deyə bilmərəm. Amma elə adamlar var ki, çox yorulur, işdən gəlir, məşğul ola bilmir. Heç olmasa həftədə 2 dəfə, 3 dəfə 1 saatınızı ona ayırın. 1 saatınızı bir dilə ayırsanız kifayətdir. Amma dinləmə, yazı, oxu və danışıq bu bacarıqları bir yerdə etmək lazımdır. Alman dilində deyirlər, alle Anfang ist schwer. Alle Anfang ist schwer. Hər başlanğıc çətindir. Amma davam edən üçün hər şey asanlaşır. Anfang başlanğıc, schwer, yəni gördünüz, r-nı necə səsləndim? A kimi, schwer. Hər başlanğıc çətindir. Amma davam edən üçün hər şey asanlaşır. Davam etmək lazımdır. Çətin gələcək, amma davam etmək lazımdır. Bugünkü təlimdə alman dilini sıfırdan necə başlamaq, hansı mərhələləri keçmək, hansı vasitələrdən istifadə etmək və motivasiyanı necə qurmaq barədə ətraflı danışdıq. Mən inanıram ki, verdiyim məlumatlar hər kəs üçün yararlı olmuşdur. Hər kəsə motivasiya vermişdir. Burada bəlkə alman dili müəllimi olmaq istəyənlər də var, Almaniya təhsil almaq istəyənlər də, işləmək istəyənlər də həm Almaniya haqqında, həm onların milləti haqqında, həm dili haqqında düşünürəm ki, istədiyiniz qədər məlumat çatdıra bildim. İnanıram ki, çıxdığımız hər bir yolda uğur olacaq. Amma əgər düşünürsünüz ki, bu yol çox çətindir, mən getmək istəmirəm, çox yanlış düşünürsünüz. Çünki çətin bir yol ola bilər, amma çətin bir yolun sonunda çox parlaq bir uğur dayanır. Hardan bilirsiniz ki, bu dil sizə bir gün lazım olmayacaq ya da olacaq? Bəlkə bir işə düzəldiniz burada, Azərbaycanda. Məsələn, dedilər ki, ingilis dili məsələ eləmir də. Bu saat ingilis dili çox adi bir dildir. Artıq yəni ingilis dili məcbur bilinməli bir dildə. Ona görə artıq çox bir iş yerlərində baxıram vakansiyalara, rus dili də həmçinin artıq başqa bir dillərdə istəyirlər. Çünki tələbat var. Çalışın bir dillə bəsin, öyrəndim bəsdir deməyin. Çalışın digər dilləri də öyrənin. Nə qədər dil öyrənsəz, o qədər yaxşıdır. O qədər iş imkanlarınız artacaq. CV-nizdə bir də yəni A1 də olsa o dili öyrənin. Müştəri gəldi, tutaq ki, olsun İtaliyadan, İspaniyadan, Çindən. Yəni Çin dili belə. Bilirsiniz necə lazımdır dildə. Ona görə öyrənmək lazımdır.
Yəni ingilis dili bilirəm, bəsimdir, kifayət eləyir. İngilis dili beynəlxalq dildir. Hər yerdə o dildən danışacağam. Ay, nə bilim nə. Mən elə düşünmürəm şəxsən. Çünki bir də gördünüz, getdiniz, ay belə qaldınız. Mən də bu dili bilmirəm. Dedim ingilis dili öyrənirəm, ingilis dilində qəbul eləmirlər məndən. Eləyəcəklər, amma elə yerlər var ki, indi dirəşəcəklər ki, mənə öz dilimdən danış. Belə. İndi kimin sualı varsa verə bilər. Suallarınızı gözləyirəm. Salam, axşamınız xeyir. Salam. Çox sağ olun, təşəkkür edirəm. Faydalı təlim oldu. Mən özüm də yeni başlamışam alman dilinə. Hı. Sadəcə Duolingo üzərindən gedirəm. 15 Hı. dəqiqə son günlük məşğul oluram, amma bunu davamlı edirəm. Hı. Yəni siz dediniz ki, hər gün 1 saat. Dedim, bu nə dərəcədə effektiv olacaq? Mən 2 ilə öyrənmək istəyirəm B2 səviyyəsinə. Bu gedişlə çata bilərəm, yaxud nə qədər vaxtda çataram? Deməli, 2 ilə B2 səviyyəsi əslində çoxdur. 2 ilə B2 səviyyəsi onu deyim. Hətta 1 ilə tam dili öyrənmək olar. 3 aya da B2, ay bez kursu deyir ki, mən sizə 3 aya B2 eləyəcəm. İnanırsınız, gedirsiniz görürsünüz ki, gedirlər Almaniyaya, görürlər ki, heç B2 nə deyə A1 bilmirlər. İnanın, onlar sizi sadəcə aldadırlar. Yəni 4 aya B2, 3 aya B2 mümkünatı yoxdur bir dildə. Mümkünatı var, amma necə var mümkünatı? Gərək siz oturub 8 saat bir gündə təsəvvür edin, 8 saat o dillə məşğul olasınız. O da kimdir onu məşğul olan? Belə sizə məsləhətim odur ki, Duolingo ilə məşğul olursunuz, əla, amma Duolingo ilə kifayət etmir. Çalışın bir kitab götürün, kitabla məşğul olsanız daha yaxşıdır. Yəni deyirəm, Netzwerk kitabı, Beginnungen kitabı, bir də Spektrum kitabı. Bunlardan biri ilə başlayın və çalışın gündə özünüz məşğul olursunuzsa 3 dəfə, həftədə 3 dəfə məşğul olsanız, həftədə 3 dəfə 1 saat, düşünürəm ki, bir 8-9 aya bir ilə B2 olacaqsınız. Və çoxlu oxuma, lezenlər eləyin. Bir də dinləmələr mütləq eləyin ki, siz inkişaf eləyəsiniz. Danışmaq mövzusuna gələndə, onsuz kitablarda mövzu gedir. Məsələn, ailə mövzusu, mənzil mövzusu, orada mətnlər olacaq, mətnlər verəcək. O mətni oxuyub tərcümə eləyəndən sonra başlayın özünüzün mənzili haqqında yazmağa və yaxud özünüzün ailəniz haqqında yazmağa. Sonra oturun onu danışın. Yazdığınızı danışın, əzbərləyin, danışın. Sonra ChatGPT ilə süni intellektlə danışın. Onda daha əla olacaq. Çox sağ olun. Siz sağ olun. Başqa kimin sualı var? Çəkinməyin, suallarınızı verin. Burada çətə yazıbdılar. Aha. İngiliscə oxuyum. Kət ingiliscə, kətsə almanca. İngilis dili bilənlər üçün alman dili nisbətən rahat gələ bilər. Sözlər biraz oxşardır sanki. Aha. İngilis təbii ki. Təbii ki, ingilis dili bilənlər üçün alman dili asan gələcək. Çünki sözlərin çoxusu bəli oxşardır. Tələffüz fərqli var, bir də oxunuş fərqi var. Adi name sözü alman dilində name oxunmur təəssüf ki. Name yazılır, elə alman dilində də name kimi oxunur. Məsələn, ingilis dilində kitab bookdur, alman dilində buxdur. Yəni tələffüz fərqləri var, amma ingilis dilini bilirsinizsə, alman dilinizi öyrənmək daha asan da olacaq, onu deyim. Çünki söz fərqləri biraz da qrammatika yox, qrammatika rus dilini bilənlər üçün daha yaxşı olacaq, daha asan da olacaq. Aha. Başqa suallar çətə də yaza bilərsiniz. Mən hansı dilləri bitirmişəm? Mən hansı dilləri bitirmişəm? Bakı Dövlət Universitetində Alman dili filologiya, məktəbi isə ingilis dili üzrə. Kim idi? Şuriyə xanım idi, səhv etmirəmsə. Bəli, bəli. Aha. Mən konkret öyrənmək istirdim ki, artikellər indi siz deyəndən sonra başa düşdüm. Duolingo'da baxırdım, bəzən deyə çıxırdı, deyi çıxırdı. Sonra onları cinsinə görə indi öyrəndim. Qrammatika kitabı almışam. Sadəcə bilmək istəyirəm ki, o kitabda demək olar ki,
e, hər şey konkret olaraq mənə gündəlik danışıq dili üçün Hı hansı hı. qrammatik qaydalar da var? Qrammatik kitabları ayrı almağınızı nəyə görə tövsiyə görmürəm? Qrammatik kitabları ayrı almaq daha çox məşğul, amma qrammatik aktiv kitabı, o kitab almısınız? Qrammatik aktiv. Bəli, sadəcə Aha. bizim dildə olan, yəni ki, Hə, qarışıq bizim kitabdır, dildə tam olan. alman dili. Hı -hı. Bizim dildə olan təəssüf ki, alman dilində qrammatik kitabı yoxdur. Çoxusu alman dilindədir. Amma çalışın öz dilimizdən yox, elə alman dilindən alman dilinə eləyin. Onda beyin daha aktiv işləyəcək, çünki o dilə fokuslanmış olacaqsınız. Yenə deyirəm, bir dili öyrənəndə həmin qrammatikanın şərtini belə həmin dildən, məsələn, ispan dili deyil, ispan dilindən ispan dilinə, alman dilindən alman dilinə. Amma sözləri təbii ki, öz dilimizdə öyrənə bilərsiniz. Qrammatikanı isə yəni alman dilində öyrənirsinizsə, elə alman dilində şərtini oxuyun. Bu arada, belə deyim, YouTube kanalları var. Əgər bir qrammatikanı başa düşmürsünüzsə, xüsusilə türklər tövsiyə görürəm. Çünki türklər alman dilinin qrammatikasını çox qəşəng izah eləyir. Eee Təbii ki, hamı türk dilini bilir deyə düşünürəm. Yəni türk dilinə çox seriala baxırıq da. Begi Begi'nin özü var. Türklərdən çox var. Yəni türklərin kanallarına çox baxın. Onlar alman dilinin qrammatikasını çox qəşəng izah edir. Yenə deyirəm, qrammatika kitabını işləyib bitirəndə qrammatikanı əzbərləyirsiniz. O qrammatikanı cümlədə tətbiq eləyin mütləq. Tamam? Tamam, çox sağ olun. Sağ olun. Ə, hansı dilləri bilirəm? İngilis dili öyrənmək daha çətindir sizcə yoxsa alman dili? İngilis dili, alman dili və sırada inşallah ingilis dilimə daha da təkmilləşdirəcəm. İngilis dilindən sonra rus dilinə düşünürəm. Rus dilindən biraz toksik ilişkim var mənim. Heç vaxt o dillə barışa bilməmişəm. Təbii ki, alman dili çətindir. İngilis dilində ən azından cinslər yoxdur. Cinslər olmadığına görə bəzi qaydalar asan gələcək. İngilis dildə qətiyyən deyirəm, ay çox asan. Təbii ki, ingilis dilinin özünə görə də çətinlikləri var. Amma ingilis dilimi, alman dilimi çətindir desəz, təbii ki, alman dili. Burada mənim tələbəm var, onu gördüm. Danke schön, Fatimə. Başqa suallarınız? Narahat olmayın. Verin sual. Çata da yaza bilərsiniz əgər kimsə danışır. Bir də onu deyim, yəni elə insanlar olur ki, məsələn, mən onu fərdi keçirdim. Sonra dedi ki, məni qrupa salın. Qrupa salandan sonra gördüm ki, belə şeydir. Sosial anksiyetesi var qrupda danışır, amma fərdi. Bir də görürsən qrupa salmışam, danışmır. Nəyə görə alman dilini çətin deyirəm, ingilis dilinə nisbətən? Artikellər, biraz qrammatikası, bir də aksent deyək, oxunuş deyək, biraz ona nisbətən çətindir. Cümlə quruluşunda da biraz fərqliliklər var. Bilmirəm, ingilis dilinin qrammatikasından o qədər bir xəbərim yoxdur. Çünki 4 il əvvəl qrammatikadan imtahan vermişəm. Alman dilində məsələn adi bağlayıcı 2 dənə çünki bağlayıcısı var. Biri den var, biri də while var. Əgər deni istifadə edirsə, yenə deyirəm, feil ikinci yerdə gəlir. Əgər bağlayıcı while-dan istifadə edirsə, artıq feilimiz cümlənin o ucuna gedir. Yəni cümlənin ən sonuna gedir. Biraz qrammatikada ingilis dilinə görə çətindir alman dilisi. Sıfırdan A1 səviyyəyə 2 aya çatmaq olar. Təbii ki, olar. Niyə olmur? Davamlılıq olsa, məsuliyyət, bir gün həftədə bir dəfə məşğul olsanız təbii ki, yox, amma həftədə ən azı 3 dəfə ya da 2 dəfə məşğul olmaq lazımdır ki, 2 aya o səviyyəni bitirəsiz. Davamlılıq lazımdır bir də, davamlılıq və motivasiya. Bir gün məşğul olun, 10 gün məşğul olun, olmayım, yox. Aha, bəli, o səviyyədə bilirəm. Başqa suallar?
Yoxdur suallar. Okay. Təşəkkürlər. Qatıldığınız üçün də təşəkkürlər. Ümid eləyirəm ki, həqiqətən verdiyim məlumatlar sizin üçün yararlı olmuşdu. Motivasiya danışığım da yararlı olmuşdu. Heç bir yoldan, yəni getdiyiniz heç bir yoldan vaz keçməyin. Təbii ki, sizi çox qınayacaqlar. Yolunuzun üstündə o qədər daş olacaq ki, özünüzü də yoracaq. Amma heç vaxt əl çəkməyin. Adi belə oturursunuz, danışırsınız. Hə, baxın, dostlar, mən bu dili öyrənmişəm. Qoyun danışım. Tutaq ki, o dildə bir adam bilir. Sən bu sözü səhv elədin. Güləcəksən sənə ha 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 ha. Amma təsəvvürə o heç o dildə yaxşı bilmir ya da deyirsən nə olsun ki, mən bu dili yaxşı bilirəm. Danışırsınız İspan dilində, orada heç kim İspan dilində bilmir. Danışın getsin. Yəni kim deyə sizi belə umursayan yəni. Ona görə danışın. Bir dili öyrənirsinizsə, danışmaq önəmlidir. Süni intellektlə olsa belə danışın. Mənimlə necə əlaqə saxlaya bilərsiniz? Instagram üzərindən yaza bilərsiniz və yaxud hal-hazırda qrupda olan nömrəmə də yaza bilərsiniz. Təşəkkürlər. Çox sağ olun. Belə verirəm menecer xanıma sözü. Hörmətli iştirakçılar, bugünkü təlimimizin sonuna gəldik. Sizin bu qədər aktiv, maraqlı və motivasiyalı olmanız təlimin daha dəyərli keçməsinə səbəb oldu. Alman dili öyrənmək bir səyahətdir. Bəzən çətin, amma bir o qədər də zövqlüdür. Ən önəmlisi isə səbir, ardıcıllıq və gündəlik kiçik addımlarla böyük nəticələrə çatmaqdır. Ümid edirəm bugün öyrəndikləriniz sizə yeni biliklər qazandırmaqla yanaşı, dil öyrənməyə olan həvəsinizi daha da artırdı. Sizə gələcəkdə bol uğurlar, öyrəndiklərinizi tətbiq edə biləcəyiniz gözəl fürsətlər arzulayıram. Təlimçimizə və bütün iştirakçılarımıza təşəkkür edirəm. Birliyimiz, öyrənmək istəkləriniz və pozitiv enerjiniz daim davam etsin. Görüşləriniz növbəti təlimləri davam edəcək. Hər birinizə uğurlar və gözəl axşamlar arzulayıram. Tschüss. Sağ olun. Tschüss.